Son vaxtlar məktəblərdə şagirdlər arasında aqressiv davranışların və münaqişələrin artması ciddi narahatlıq doğurur. Xüsusilə son bir həftə ərzində ictimaiyyətə məlum olan 2 neqativ hadisə baş verib. Belə hallar təlim-tərbiyə sistemindəki boşluqların göstəricisi kimi dəyərləndirilir. Mövcud vəziyyət isə bir sualı aktuallaşdırır. Məktəblərin tərbiyəsində kim daha çox məsuliyyət daşıyır? Valideyn yoxsa müəllim? Psixoloq Narınc Rüstəmova bildirir ki, bəzən valideyn evdə daha dəcəl olan övladından narahat olur. Sakit uşağı isə avtomatik olaraq tərbiyəli hesab edir. Onun sözlərinə görə bu yanaşma düzgün deyil. Çünki uşağın sakit görünməsi emosiyalarını düzgün idarə etdiyi anlamına gəlmir. Bəzən sakitlik onları çox qorxutmur, amma vuran, qıran, dalaşan uşaqlar olanda valideynlər tez təlaşa düşürlər. Psixoloq yardım alırlar, məktəbə gedirlər, amma uşaq içinə qapanıq olanda valideyn bunu təmkin və sakit övladım var deyə sevinirlər. Amma əksinə deyir, fırtına öncəsi səssizlikdir bu və fırtınanın yaşanmaması üçün biz səssiz olan uşaqlara da çox diqqət eləməliyik. Uşaq içinə qapanırsa, dərsdən yayınırsa, arxa sırada oturub dərslərə qoşulmur, uşaqlarla vaxt keçirmir, özünü ifadə eləyə bilmir, ya da qeyri-adekvat hərəkətlər sərgiləyir və bunlar artıq valideyn üçün bir sos işarəsi, müəllim üçün sos işarəsi olmalıdır və əmin olun ki, bu şiddəti göstərən uşaqların bu birinci dəfəsi deyil, onların kiçik girişləri də olur. Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, məktəblərdə şagirdlərin xoşagəlməz davranışlarının qarşısını almaq məqsədi ilə hüquq mühafizə orqanlarının iştirakı ilə digər qurumlarla birgə tədbirlər həyata keçirilir. Aylin Rəsulzadə, Üzeyir Ağayev, Kənan Qafar, Xəbər Ertəsi.